Gördüğünüz əziz izləyicilər, hər zaman olduğu kimi yolum öz doğma Ağdam rayonumuza və işğaldan azad olunmuş ərazilərimizədir. Allah bugünkü günü bizlərə qismət eləyən doğma vətənimizi 27 il işğal altında mənfur erməni düşmənləri saxlamış və 27 ildən sonra bu azadlığı bizə bəxş eləyən şəhidlərimizə Allah rəhmət eləsin. Yaralı qazilərimizə can sağlığı versin. Əziz şəhidlərimiz, ruhunuz şad olsun. Sizlərin qanları, canları bahasına torpaqlarımız işğaldan azad olundu. İndi gedib 27 ildən sonra işğaldan azad olmuş ərazilərimizi görüb gəzib gəlirik. Allah sizlərə rəhmət eləsin, əziz şəhidlərimiz. Uzundərə Şəhidlər Xiyabanı. Uzundərə Şəhidlər Xiyabanı. Ağdam rayonu Uzundərə Şəhidlər Xiyabanı. Burada uyuyan şəhidlərimizin hər birisi 1992-ci ildə Ağdam uğrunda gedən döyüşlərdə şəhid olan şəhidlərdir. Ağdam rayonu Uzundərə Şəhidlər Xiyabanı qızı tərəfindən Xocalı şəhidi Cəfərova Xəzəngül Əli qızı başda olmaqla cəmi şəhidlərimizin əziz xatirəsinə əkilən ağaclar. Allah hər bir şəhidimizə rəhmət eləsin. Ruhları şad, məkanları cənnət olsun. Allah hər bir şəhidimizə rəhmət eləsin. Ruhları şad, məkanları cənnət olsun. Şəhidlər Xiyabanında 26 fevral 1992-ci ildə Xocalıda şəhid olan şəhidlərimizin də uyuyor. Allah hər bir şəhidimizə qəni-qəni rəhmət eləsin. Ruhları şad, məkanları cənnət olsun. Bu şəhidimiz Rəsulov Azər Rəhimoğlu 2016-nın aprel döyüşlərində qəhrəmanlıq göstərərək şəhid olan Raqub Orucovun dayısıdır. Bir şeyi də nəzərinizə çatdırım ki, Azərin həm bacısı oğlu, həm də bacısı Orucova Raya Rəhim qızı da 1993-cü ildə iyun ayı Ağdam rayonunun Cinli kəndi erməni vəhşiləri tərəfindən işğal olunarkən o da şəhid olmuşdur.